Bura Kanton qülləsi sayılır. Çox böyük parkdır bura. Həddindən artıq böyükdür. Hardasa təxminən bir 4 kilometrə yaxın uzunluğu var. Kanton qülləsinin də ta başında, lap uzasında kanat var, karsel var. Kanat yox, karsel var. Parkdakı çox böyük parkdır. Həqiqətən bura gəlməkdə çox əziyyət çəkmişəm. Çox yorulmuşam. Dünən gəlmişdim. Prosta istəyirdim ki, dünən axşam burada olam. Bu gün o qismət bu gün nəymiş. Bir təhər də internetim də yoxa çıxmışdı. İnternetim VPN işləmirdi. Onunla əlaqədar da çəkiliş eləyənmirdim, heç ara gedənmirdim. Çox yorulmuşdum. Elə axşam da çıxmadım. İndi bu Kanton parkını sizə göstərəcəm, təqdim edəcəm. Göşək yüksələn binalarızadır. Parkı gəzək. İlk öncə parkımızı gəzək. Sonra qalxarıq Kanton qülləsinə. Qismət olarsa. İndi şəhər mərkəzinə gəlmişik. Bu da metronun içinin bəzəyi, çıxışı. Başlayaq gəzməyə. Akşam görüntüsü daha güzel olacak buranın. Hemen başlış yolları yazdı. Her yer mol değil, her yer mol. Kıl olur. Bize lazım değil. Hamısı bunlar qavların içindədir. Mən evi tanımıram, ilk dəfədir görürəm, maraqlıdır. Bunlar belədir, bax. Bu da parkın girişi, çəkilişimizə başlayaq. Gözəl insan, gözəl insan. Çox gülər üzlər, hamı ilə yaxşı rəftar eləyirlər. Yağış həzir. Köprü de Kanton qülləsinin qarşısında olan köprüdür. Planşetlərdə göstərir ki, böyle şekiller çekmiş. Yaman. Bir elimde kontik, bir elimde de kameramı tutacağım. Axır ki, bir çətinliklə, bir əziyyətlə də olsa VPN-imizi düzəltdirdik. 50 yuan pulumuzu aldılar, alsa 10 manat. Belə deyim də, 10 manatdan da 100 yeğenin 10 neçə manat. 10 neçə manatımızı aldılar ama düzəltdilər. Sağ olsunlar. İndi şəhər mərkəzinə gəlmişik. Belə nətər bir çıxışımız var. Guangzhou'nun mərkəzinə. Bir bax bura. Buraya yaxınlaşırıq. Hal-hazırda qüllənin yanına. Bu da metronun içinin bəzəyi, çıxışı. Yavaş yavaş. Metronun çıxışına baxın. Binanın altından çıxır. Yaxşı ki,
sətrimizi götürmüş. Başlayaq gəzməyə. Yağışın səsi çox qəşəng gəlir, ləzzət edir adama. Bak bizim de elə gəlib görmək istədiyimiz yer budur. Guangzhou qülləsi. Onun da üstündə karsel var belə. Yavaş-yavaş, asta-asta gəlir. Gedək biraz parkımızı gəzək. İnternet olmayan adamın nasıl temiz pozulur. Yaxşı ki internet düzəldi. İnternet olmayan adam kör kimi olur. Heç anan tapa bilmirsən, bilmirsən, hara gedəsən. Qəşəng yağış yağır, yüngül-yüngül. Yağış yağmağına baxma, o qədər burası dedi ki, bir Dubaydasan, çox istəyirdi. Bu əsl gəlinəsi vaxt yaz payız aylardır. Yayda işi yeri yoxdur bura gəlməyə. Bax, bu nə də? Bura o güzel, həmişə arzuladığım park. Super yerdir bura. Çox gözəl yerdir bax. Jenastin ilə düzəlir. Yaxşı, əla bir yerdir. Bu hal-hazırda gəzdiyimiz yerin altı, buralar hamısı moldur. Marketlərdir, mollardır. İndi çönək əsas yerimizi görək, o gözəl yeri. Bəkir demiş. Bulutların içində qaldı. Akşam görüntüsü daha güzel olacak buranın.
Deməli, bu günləri gəlmişik. Biz bu arxamızdaydı, indi keçdi önümüzə. Bura Kanton qülləsi sayılır. Çox böyük parkdır bura. Həddindən artıq böyükdür. Hardasa təxminən bir 4 kilometrə yaxın uzunluğu var. Kanton qülləsində ta başında, lap uzasında kanat var. Karsel var. Kanat yox, karsel var. Parkdakı çox böyük parkdır. Həqiqətən bura gəlməkdə çox əziyyət çəkmişəm. Çox yorulmuşam. Dünən gəlmişdim. Prosta istəyirdim ki, dünən axşam burada olam. Bu gün o qismət bu günə imiş. Bir təri də internetim də yoxa çıxmışdı. İnternetim VPN işləmirdi. Ondan əlaqədar da çəkiliş eləyənmirdim, heç ara gedənmirdim. Çox yorulmuşdum. Elə axşam da çıxmadım. İndi bu Kanton parkını sizə göstərəcəm, təqdim edəcəm. Göşək yüksələn binaları zadır. Parkı gəzək. İlk öncə parkımızı gəzək. Sonra qalxarıq Kanton qülləsinə. Qismət olarsa. Buradakı Kanton qülləsi. Buradakı yanında karselləri var. Hər kəs minir orada gəzir. Lift də o soldakıdır, oradan qalxıb enirlər. Bura bizdə Bakıdakı kimi TV qülləsi sayılır. Prosto biraz müasirləşdirdilər. Gecə işıqlar, zatları, super işıqlar yanır burada. İndi gedək gəzməyimizə. Baxaq şəhərlə tanış olaq, parkla tanış olaq. Buradakı gördüğünüz kimi aşağılar mollardır. Bu binanın altı, pləşənin altı hamısı moldur. Nəsə, mən indiyənə kimi ya bir dənə, ya iki dənə tinli qız görmüşəm də, qəşək gözəl olar. Heç bunların bir gözəlliyi yoxdur. Maşallah, göz dəyməsin. Amma qızları çox çirkinli. Bura nədir? Burada fontanda işləmir, təmirdədir.100次，谢谢100次，谢谢100次，你好1000次，谢谢。
Bura metro çıxışıdır. Metronun buradan da çıxışı var. Bu da yanğın təhlükəsidir. Seymurun əməkdaşlarıdır. Əməl baş iş görürük. Hər yer moldur, hər yer mol. Buradan girsən, oradan çıxsan. Hər yer dəhşət deyil. Qəşəng parkdır. Dəhşət yerlər var ya burada. Bir bura baxaq görək, bura nədir? Bura marağımı çəkdi. Çox maraqlıdır. İnsanlar istirahət eləmək üçün hər bir şərait yaradıblar. Burada moldur. Dəhşətdir. Çox böyük mol. Bu da molun, aşağı molun görünüşüdür. Şüşədəndir, prosto görsənmir. Çox belə qatma qarışıq yerləri var. Belə bilmirsən hardan girib hardan çıxasan. O kadar maraqlı yerler var ki. Buradaki yukarı qalxandır, molun içine daxil olur. Bizə lazım değil. Açığı Şenzen'de böyle yer görmedim. Her şehrin de güzelliği var. Her yerde gezdiyse görürsen. Tanıyırsan. Birinci sefer çətinləyəcəksən. Ondan sonra örgənsizlik var. Bunlar da belə əkiflər suni deyil. Təbiidir. Bütün hamısı bunlar qavların içindədir. Mən evlədim suni deyil, kaprondur. Amma yaxından gördüm ki, yox, qavların içindədir. Maşınlar da həmişə mənim marağımı çəkir də. Burada yine bir AV avtomobil salonu var. Hem telefon mağazası AV'nin, hem de
avtomobilləri.